Şagirdlər, bu dəfə sizə 51-ci testi izah edəcəm. Bu xanı balığının sümü ilə bağlıdır. Uşaqların tez-tez səhv elədiyi testlərdən biridir. Deməli, burada şəkildə göründüyü kimi xanı balığının iki cür sümüyü göstərilib. Qabırğaları və gövdə fəqərələri. 7-ci sinif dərsliyində də gövdə fəqərələrinin quruluşu göstərilmişdir. Deməli, burada bir gövdə fəqərəsi göstərilib. Gövdə fəqərəsinin cismi var, yuxarı qövsü var. Bir də ki, yuxarı çıxıntısı var. Bir də yan çıxıntılar var. Və yan çıxıntılar var. Bu gövdə fəqərələrinin birinə 2 ədəd qabırğa birləşir. Burada da 2 dənə nədir? Qabırğanı göstərmişdi. Məsələn, biz bu şəklə baxanda, bu şəkildə biz neçə sümük görürük? Biz bu şəkildə 3 ədəd sümük görürük. Bir görürük gövdə fəqərəsini, 2 qabırğanı. Və biz bu şəkildə neçə cür sümük görürük? 2 cür sümük görürük, fəqərə və qabırğa. Və biz bu şəkildə məsələn onurğaya aid olan neçə cür sümük görürük? Onurğaya aid olan sümüklər deyəndə biz burada yalnız bir ədəd fəqərəni görürük. Onurğaya aid olmayan neçə dənə sümük görürük? Məsələn, qabırğalar onurğaya aid olmadığı üçün deyirik ki, onurğaya aid olmayan 2 sümük görürük. Bizim amma sualımız burada deyir ki, bizə xanı balığının neçə sümüyü göstərilmişdir. Əlbəttə, bu sadə formada verilib. Xanı balığının burada 3 sümüyü göstərilib. Bir dənə fəqərəsi, hansı fəqərəsi? Gövdə fəqərəsi, 2 dənə də qabırğası. Və dediyim kimi, bayaq da izah etdiyim kimi, o həmin yəni ki, neçə növ sümüyü var, neçəsi onurğaya aiddir, neçəsi aid deyil. Bu tipli suallar da düşür, ona görə də diqqətli olun.